şəkərdir, taurindir, bunları da nəzərə alsaq, bu maddələrin birlikdə qəbulu ürəyin birdən-birə yüklənməsinə səbəb olur. Belə ki, yüksək bir enerji partlaması olur. Bu zaman norepinefrin, adrenalin kimi maddələr ifraz olunur və bu maddələr də ürəyin döyüntüsünün artmasına gətirib çıxarır. Digər tərəfdən isə kofein ürəyin tərkibində olan hüceyrələrdə, yəni ürəyin quruluşunu təşkil edən hüceyrələrin içində kalsiumun hüceyrə xaricinə çıxmasına səbəb olur. Bu isə ürəyin büzülməsinə, yəni daha doğrusu yığılmasına səbəb olur. Bu da bərabər şəkildə getmir. Ürəyin müxtəlif hissələri fərqli şəkildə döyünə bilər. Biz buna ekstrasistoliya deyirik. Yəni normal döyüntüdən kənarda döyüntülərin olması. Bu isə qəfildir. Bir ürək döyüntüsü kimi, çırpıntı kimi, bəzən qorxu, yaxud da narahatlıq hissi kimi özünü göstərə bilər. Xüsusən də əgər insanlarda qalxanvari vəzin funksiyasının